Hey ya millət, bugün glow up nədir və necə glow up keçirə bilərsiniz? Onun haqqında danışacağım. Çünki bunun haqqında çox suallar verirsiniz. Demək olar bütün DM kutum bunun haqqındadır. Glow up nədir, necə keçirə bilərəm falan. Ona görə də belə bir video çəkmək istədim. İlk növbədə onu deyim, glow up sizin bildiyiniz kimi bir şey deyil. Sosial mediada görürsünüz, üzlərə nəsə çəkirlər və yaxud əlləri ilə burunlarını, gözlərini, qaşlarını əlləyirlər ki, glow up keçirib. Yəni bu elə bir şey deyil. Vaxtında özüm də glow up keçirmiş biri olaraq ki, bunu sizə çox rahat bir şəkildə deyə biləcəm. Bunu özümdən atıb deməyəcəm sizə. Çünki bunun bir çoxunu özüm yoxlamışam və hansının daha yaxşı olduğunu sizə deyəcəm və nələr etməli olduğunuzu çox açıq bir şəkildə və çox qısa bir şəkildə sizə anlatacağam. İlk növbədə sizə 4 qayda verəcəm ki, bunu ən çox odaqlanmağınız olacaq bir şey olacaq. İlk növbədə saç. Saç inanılmaz dərəcədə çox önəmlidir ki, burada mənim fərqimi görürsüz. Saçın buradakı halına baxın. Buradakı halına baxın, bir də indiki halına baxın. İkinci qayda sifət, yəni üzünüz. Üzünüz inanılmaz dərəcədə yəqin ki, bunu deməyimə ehtiyac yoxdur, çox önəmlidir. Yəni üzünüzün daha təmiz olmağı, qaşınız və yaxud dişiniz, dodaqlarınız. Üçüncü növbədə bədən, yəni bu da çox önəmlidir ki, bura da gələcəm və dördüncü növbədə tərz. Bu 4 qayda sizin ən çox önəm verməniz gerəkən şeydir. Bu 4 qaydanın ilk növbədə saçdan başlayacağam. Saç bayaq da dediyim kimi çox önəm verməniz gerəkən şeydir. Saçla bağlı da çox suallar verirsə, saçını necə belə saxlayırsan falan filan. Bunların hamısını detallı bir şəkildə sizə deyəcəm. İlk növbədə uzaq durmanız gerəkən şeylərdən deyim. İlk növbədə yəni bunu deməyimə ehtiyac yoxdur. Təbii ki də çeçenka. Hələ də bu çeçenkadan istifadə edənlər var. Yəni bu inanılmaz dərəcədə bərbad bir saçdır. Deməyimə ehtiyac yoxdur deyə yəqin ki də. Bir də bu çeçenkanın başqa növü var. Saçın arxası uzadırlar. Yəni bu iyrənc bir şəkildə, yəni bunu istifadə edirlər. Yəni əvvəllər çeçenka bundan daha yaxşıdır. İndi sadəcə saçların burasını saxlayırlar. Arxasını uzadırlar. Onu da keratin edib dümdüz edirlər. Yəni bu inanılmaz iyrənc bir görünüm alınır. Ki bunu bu dəqiqə ən çox qaqalar istifadə edir. Ona görə də yəni siz olan bundan uzaq durun. İkinci növbədə low fi kimi saçlar, yəni qıraqlarını ağardıb üstünü saxlamaq. Bu saçlar çox yaxşı saçlardır ki, bunun bir vaxt mən də istifadə edirdim. Amma indi istifadə etməyinizi məsləhət görmürəm. Çünki bu saç bir vaxtlar inanılmaz dərəcədə çox istifadə edildi və iyrənc vəziyyətə gəlib. Bu saçlardan həqiqətən də indi istifadə edənlər var. Bunu nə vaxt istifadə edə bilərsiniz? Əgər üz quruluşunuza inanılmaz dərəcədə çox yaraşırsa, onda yəni istifadə edə bilərsiniz. Buna aid ətraflı bir video çəkə bilərəm sizin üçün. Saç necə saç saxlaya bilərsiniz, necə saçınızı şəkilləndirə bilərsiniz. Ki buna aid bir video çəkmək istəyirəm. Əgər siz də istəsəz çəkə bilərəm. Üçüncü olaraq saçınızı sifətinizə uyğun, sifət quruluşunuza uyğun seçməlisiniz. Buna görə TikTokda effektlər falan da var ki, buradan yoxlaya bilərsiniz. Dördüncü növbədə ən iyrəndiyim bir şey deyəcəm, kreatin. Həqiqətən kreatin istifadə edənlər mən anlamıram da ola bir insan gəlib niyə kreatin istifadə edər. Yəni bu yaxşı gördüyümü də sağlamır. Yola inanılmaz dərəcədə iyrənc vəziyyətə qoyur sizi. Yəni bunun TikTokda olan bəzi bərbərlər var. Yəqin görürsünüz kreatin vururlar. Yəni, çox yaxşı saçları var. Həm dağınıqdan və yaxud qıvırcıqdan və yaxud o tip saçları var. Kreatin eləyirlər, sonra yəni çalışın kreatindən həqiqətən uzaq durun. Yəni saçınıza girib kreatin vurmayın. Yəni çox yumuşaq olur. Yəni inanılmaz dərəcədə çox pis göstərir kreatin sizin saçınızı. Siz nə qədər çirkin olursunuz olun, yenə saç stiliniz sizi daha yaxşı göstərəcək. Bir çoxunuzun da elədiyi səhv məhlədəki bərbərə 2-3 manat verib saçınızı kəsdirmək. Bunu eləyirsiniz, 2-3 manat verirsiniz, okey, qiymət ucuzdur amma saçınızı pox gününə qoyurlar. Daha ucuz, daha pis saç eləməkdənsə biraz daha baha, biraz daha kalitəli saçlar daha yaxşıdır məncə. Keçdik digər qaydamıza sifət. İlk növbədə yenə uzaq durmağınız olan şeylərdən deyəcəm. TikTokda gördüyünüz metodlar. Yəni bir çox metod görürsünüz. Üzünüzü belə eləyin, burnunuzu belə əyin, qaşınızı belə eləyin. Dəsmal götürün ağzınıza çiyin, saqqız çiyin, buralarınız çıxacaq falan filan. Yəni bu əlbəttə ki olmayan bir şeydir. Yəni ona qalsa saqqız çiynəməklə əgər sifətiniz daha yaxşı bir vəziyyətə gəlsə, Ancelotti bir dəqiqə Jordan olardı. Yəni ona görə sosial mediada gördüyünüz bu şeylərdən uzaq durun. Yəni onun yerinə daha yaxşı bir şeylər eləyə bilərsiniz. Yəni siz dəsmal götürüb çiynəməklə sizin kaslarınız falan gelişməyəcək ki, buna necə inanmısınız mənə çatmır da. Əlinizi və yaxud belə eləməklə, gözünüzü, qaşınızı belə əyib eləməklə inanın mənə sizin sifətiniz və yaxud sümüyünüz, yəni sifət sümüyünüz daha yaxşı bir formaya gəlmir. Yəni bunu təsdiqləyəcək bir şey də yoxdur. Sosial mediada yəqin ki, qarşı görmüsünüz, bu tip metodlar yoxlayır. İndi hardasa 100 neçəsə gündədir. Yəni bu adamın birinci günü ilə indiki gününə baxın ki, arasında neçə ay fərq var. Bu adam da belə metodlar, dəsmal metodunu falan yoxlayır və son halı budur. Yəni təsəvvür edin, bu adam 100 gündən çoxdur. Hər gün o metodları edir və dəyişim budur. Bu adamın heç nə dəyişməyib. Bu əlbəttə ki, biraz da ağzını sıxır, yəni necə olduğunu göstərim sizə. Məsələn, mənim normal dayanmış halım belədir. Amma ağzımdakı kasları sıxanda əgər siz bunu elədikləri metodları eləsəz, axırda biraz zor olacaqsınız. Burada sadəcə qaşlarını düzəldib, bir də üzündəki tükləri biraz təmizləyib.
Yəni buradan başqa bir dəyişim yoxdur. Yəni burada bilmirəm dəyişim görürsünüzmü siz? İndi sizə nə etməli olduqlarınızı deyəcəm. İlk növbədə qaşlar. Yəni qaşlar sizin sifətinizi inanılmaz dərəcədə ya yaxşı göstərir, ya da pis göstərir. Bir sifətdə ən önəmli şeylərdən biri qaşdır. Yəni bilirəm Azərbaycanda yaşayırıq və burası petoxluq kimi baxırlar. Yəni inanın mənə onların sözü ilə hərəkət eləməyin. Yəni kimsə sizə bu petoxluq deyibsə, yəni bu petoxluq deyil təbii ki də. Bu əgər sizə həqiqətən də yaxşı göstərirsə, qaşınızı alın. Yəni təbii ki də gəlib qaşınızı inanılmaz dərəcədə bərbad günə qoyub özünüzü həqiqətən petox günə salmayın. Sıradakı dodağınız. Dodağınızda yəni elə də böyük bir şey yoxsa, sadəcə quruyubsa, yəni dodağınız qurudursa, onu nəmləndirə bilərsiniz. Dodağınızın üstü qopub eləyirsə, çalışın nəmləndirici kremlərdən istifadə edin. Gəldi ki, indi glow up deyəndə ən çox ağla gələn şey sifətiniz və sifətinizin quruluşu. Yəni ilk növbədə onu deyim, sifətinizi bayaq dediyim kimi nəsə belə şeylər eləyərək və yaxud ağzınıza çeynəyərək falan vaxtınızı aparmayın. Bir də sosial mediada bir şey var. Yəqin ki, qabağınıza çıxıb. Bundan bu. Yəni bunu açığı desəm, bu hardasa məndə 1 ildən çoxdur var, amma bir dəfə də olsa istifadə eləməmişəm. İstifadə eləməyinizə məsləhət görərəmmi? Yəni məncə görərəm. Bunu deyim nə üçündür? Yəni bir çox insan bunu səhv başa düşür. Bir çox insan elə bilir ki, bunu sifətinizə belə eləyəndə sənə kaslarınız falan çıxır. Yəni bu təbii ki də doğru bir şey deyil. Yəni bu onun üçün deyil. Yəni bunu belə-belə eləyəndə buravız çıxıb eləmir. Bu sadəcə sifətdəki şişkinliyi azaltmaq üçündür. Səhər yuxudan falan duranda sifətin şiş olur. Yəni bunu eləyirsən sifətində daha yaxşı qan dövranı olur. Və yaxud bunu belə eləyirsən daha yaxşı bir formaya gəlir deyim sifətiniz. Amma yəni bunu belə-belə eləməklə sizin çənə kaslarınız daha yaxşı çıxmır və yaxud buranız daha yaxşı kəskinləşir falan formaya gəlmir. Yəqin ki, nə demək istədiyimi anladınız. Yəni bu sadəcə sifətinizin daha yaxşı, yəni biraz da olsun forma almağına kömək edəcək. Okay, keçdik vücuda. Yəni həqiqətən də vücudunuzun daha yaxşı bir formda olması sizi daha yaxşı bir şəkildə göstərir. Həm sizə özgüvən verir, həm də geyindiyiniz paltarlar üstünüzə daha yaxşı qalır. Şərt deyil ki, həftədə hər gün idman eləyəsiniz. Yəni daha yaxşı qidalanma və daha yaxşı proqramda həftədə 3 dəfə belə idman eləsəniz, bu kifayətdir. Yəni daha yaxşı bir bədənə sahib ola bilərsiniz. Keçdik son olaraq tərzə. Nələrdən uzaq durmalısınız bunu yəqin ki bilirsiniz ki, ən önəmli bundan uzaq durun. Yəni bu tip geyimlərdən uzaq durun. Qaqa stilli geyimlərdən qətiyyən uzaq durun ki, bu stillərdə geyinənlər varsa yaşamasın. Onu deyə bilərəm mən. Bir də yəni bu tip paltarlardan uzaq durun. Yəni bunlar iyrəncdir. Yəqin ki deməyimə ehtiyac yoxdur. Çalışın mağara adamlıqdan çıxın və özünüzü daha yaxşı forma gətirin. Kiminsə sözü də hərəkət etməyin. Yəni kimsə bunu kişilikdən saymır və yaxud kimsə bunu petoxluq kimi görürsə, siz onların sözü ilə hərəkət eləməyin. Çünki bu sizin həyatınızdır və bu sizin bədəninizdir.